Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadaqlı. Bugünkü video izahda qızıl sınaq 5-in ardına davam edirik. İlk 10 sualın izahı əvvəlki video izahda yerləşdirilib. Həmin izahın linkini bu videonun açıqlama qismindən, həm də ki rəy bölməsindən əldə edə bilərsiniz. Və ya kanala daxil olanda ikinci video olmuş olacaq. Elə isə vaxt itirmədən 11-ci sualdan davam edək. 11-ci sualda bizə deyir ki, 5 ədədin, daha doğrusu 5 ədəddən ibarət sıranın ədədi ortası 24-dür. Deməli 5 dənə ədədimiz var, qeyd edək, 5 xətt çəkək və ədədi ortası 24. Ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsidir. Yəni 5-ə bölüb 24 alıbsa, onda 24-ü vurarıq 5-ə, bilərik ki, bu ədədlərin 5 dənə ədədin cəmi 120 imiş. Və deyir ki, bu sıranın ən çox rast gəlinən nəticəsi, yəni modası 18-dir və sırada 2 dəfə iştirak edir. Deməli, ədədlərdən ikisi 18-dir. 18, 18 qeyd etdik. İkisi 18-dir. Və sonra deyir, sıranın orta statistik nəticəsi, yəni medianı 20-dir. Medianı necə tapırdıq? Əgər ədədlər cüt saydadırsa, kiçikdən böyüyə doğru düzürdük və ortadakı 2 ədədin cəmini 2-yə bölürdük. Yox, ədədlər tək saydadırsa, necə ki, burada 5 ədəddir axı. İkisi solda qalar, ikisi sağda. Ortada qalan ədəd median olmuş olar. Və deyir, median 20-dir. Demək, 20-ni biz buraya yazmalıyıq. Və baxın, bizə deyir ki, ən çox rast gəlinən modada 18-dir axı. Kiçikdən böyüyə doğru düzürüksə, deməli, bu 18-lərin ikisi də 20-dən nə olmalıdır? Solda yazılmalıdır. Yəni, 18 və 18 bu formada yazılmalıdır. Sonra isə bizə deyir ki, sıradakı ən böyük ədəd və ən kiçik ədəddən, yəni ən böyük ədəd, ən kiçik ədəddən 24 vahid böyüksə, ən böyük ədəd ən kiçik ədəddən. Ən kiçik ədədi onsuz biz burada görürük. Ən kiçik ədəd neçədir? 18. Ən böyük ədəd neçədir? Biz burada bilmirik. Əgər 24 vahid böyükdürsə, 18-in üzərinə gəlir 24. Ən böyük ədəd olar neçə? 42. Deməli, ən böyük ədədi yazarıq 42. Və bizdən deyir ki, sıranı, yəni artan sırayla düzüldükdə 4-cü ədədi tapın. Yəni, bizdən soruşduğu ifadə, yəni buradakı ədədi soruşur, bunu tapın. Bunların cəmi ümumilikdə 120 deyil miydi? Çünki ədədi ortası 24 olduğuna görə 5-ə vurduq 120 oldu. Onda 120-dən digər ədədləri çıxarıq. Yəni 4-ünün cəmi 18 üstə 18, sonra 20 məlum, bir də 42 məlum. Bunların cəmini toplayanda edər 42 üstə 18-i gələrək, bu edər 60. 60-ın üzərinə də 20-ni gələndə bu edər 80, 80 üstə də 18, bu edər 98. 4-ünün cəmi 98, 5-nin cəmi 120 idi. Onda 120-dən çıxarıq 98-i, ondan 8, 2, 11-dən 9, 2, 22. Deməli, 4-cü ədəd də 22. Kiçikdən böyüyə doğru saydıqda 1-ci, 2-ci, 3-cü, 4-cü ədədimiz olur neçə? 22, yəni cavabımız olur Y variantı. Keçək növbəti suala. 12-ci sualda bizə deyir, mağazada 1-ci gün 45,6 kiloqram. Deməli, 1-ci gün 45,6. İkinci gün bundan 12,85 kiloqram çox. Demək, ikinci gün bundan, yəni 45,6-dan plus 12,85 çox. Onda bunların cəmini tapsaq. Dedik ki, bunlar toplananda, yəni onluq kəsir toplananda tam tamın altından, kəsir kəsirin altına yazılır. Yəni, belə göstərək. 45,6 üzərin gəlsin, 12 tam, vergüllər eyni tuşda. 85. 5-in üstündə, yəni 6-nın sağına istədiyimiz sayda 0 yaza bilərik. Burada istədiyimiz sayda 0 yaza bilərik. Heç bir fərqi yoxdur. 0 üstə 5, 5, 6 üstə 8, 14 bir yadda. 5 üstə 2, 7 o da 1, 8, 4 üstə 1, 5. Bu deyilir ikinci gün nə qədər? 58 tam %45. Yazarıq 58 tam %45. Aşağı hissəni silək. Üçüncü gün isə, üçüncü gün qeyd edək. İlk 2 gündə satılan ümumi şəkərin. İlk 2 gündə deyəndə nə etməli? Birinci gün 45,6 idi. Və ikinci gün isə 58 tam %45 oldu. Ümumi şəkər deyəndə biz bunu toplamalıyıq, toplayırıq. Dediyimiz kimi arxasına istədiyimiz sayda 0 yaza bilər. Vergüllər eyni tuşda olmalı. 0 üstə 5, 5, 6 üstə 4, 10, 0 bir yadda. Vergül olduğu kimi eyni tuşda. 5 üstə 8, 13 o da 1, 14 bir yadda. 4 üstə 5, 9 o da 1, 10. 104 tam deməli %5.
Həmin bu ümumi şəkərdir və bunun 0,5 hissəsi qədər. 0,5 ilə biz bu formada yaza bilərdik. Onda 5 demək. Hər biri 5-ə bölünür. 2-də 1-i. Yəni yarısı qədər. 104,5-in də yarısı deyəndə nə etməliyik? Bölməliyik 2-yə. Yarı deyəndə 2-yə bölürük. Yəni 2-də 1-i deyəndə 2-yə bölüb 1-ə vururuq. 1-ə vurmağımızda heç bir fərqi yoxdur. Eyni ədəd alınacaq. Bölək burada. Deməli 104-ün içində 2 və ya da 1 bölsə, onun içində 2, 5 dəfə, 5 2 10. 4-ün içində 2 dəfə 4. Deməli oldu 52 tamına bölündə. 5-i bölündə 0-ı gətirəndə 0-ın içində 2 0 dəfə, 5-i gətirsək 5-in içində 2 2 dəfə, 2 2 4, 1 qalar. Yəni 0 yazarıq. 12-yə bölündə 5. Deməli 3-cü günə nə qədər oldu? 3-cü gün oldu 52 tam %25. Burada yazaq 52 tam, daha doğrusu 1000-də 25. Aşağı hissəni silək. Bu hissəni də gətirək bu tərəfə qoyaq ki, rahat hesablaya bilək. Neysə, davam edirik. Bizə deyir ki, 3 günün sonunda mağazada 25,4 kiloqram şəkər tozu qaldı. Mağazaya əvvəlcə nə qədər şəkər tozu gətirilmişdi? Deməli, birinci gün satılan, ikinci gün satılanı toplasaq və üçüncü gün satılanı toplasaq, bir də yerdə qalan, bu qədər də qalıb axı, yerdə qalanı toplasaq, ümumi mağazada əvvəlcə nə qədər olduğunu tapmış olar. Onda toplayaq, yazaq ki, 52 tam 1000-də 25. Üzərinə gəlsin 58 tam %45. Üzərinə gəlsin birinci gün 45 tam 16. 45 tam 16. Və qalan nə qədərdir? Qalan da burada qeyd etmişdi. 25 tam 14. Üzərinə gələcək 25 tam 14. Arxasına dedik ki, istədiyimiz sayda nə edə bilərik? Sıfırlar yazar. Yazmayıb deyə həll edə bilərik. Sadəcə yazırıq ki, tam görsəniz. Toplasaq bunları 5 bura düşər. 2 üstə 5 7. 4 üstə 6 10. O da 4. 14. Bir yadda vergilər baxın eyni tuşla düşdü aşağı. 14 bir yadda. 2 8 10 5 5 10. 10 üstə 10 20. O da 1. 21. 1 artıq 2 yaddan. 5 üstə 5 10. 14. O da 2. 16 2 də yadda 18. Cəmi nə qədər oldu? 181 tam 1000-də 475 cavabımız oldu. C variantı. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sualda isə bizə deyir ki, məktəbli formasının qiyməti əvvəlcə 20% bahalaşdı. 20% deyəndə dedik ki, faiz ümumiyyətlə ədədin %1 hissəsi. Bahalaşdı deyəndə 100% üstə 20% gəlsə artıq 120. Sonra isə deyir, yeni qiymət üzərində müştərilər 15%, bu yeni qiymət üzərində müştərilər üçün 15% endirim edildi. Endirim deyəndə isə aşağı düşür. Yəni 100%-dən çıxanda 15%-in artığı yerdə qalır neçə? 85%. Yəni 120-nin 85-i olub. 120-nin 85%-ni tapan 120 85-ə vurub bölməliyik 100-ə. Və bu qiymət deyir 51 manat olub. Görək buradakı faiz nə qədər edir? Burada sıfırları silə bilərik. Hər birin 20-yə də bölərik. 20-yə böləndə 120-nin 6 qalar. 120-yə böləndə deməli 5 qalar. 5-i 85. 5-ə böləndə 85 də yerdə qalar. 5-ə böləndə 1 dəfə 35-i 7. 17. 6 vurulsun 17. 6 7 42. Deməli 4 yadda. 6 1-in 6. O da 4. 102% etmiş olur. Yəni ümumi, yəni əvvəlcə tutaq ki, belə deyək də 100 manatlıq bir paltar, 100 manatlıq hər hansı bir əşya və s. məşrəbli formasından gedir. Olsun 100 manatlıq bir məşrəbli forması. 100% demirəm. Sadəcə 100 manatlıq deyirəm. Nə üçün? Biri 1%-ə düşsün deyirəm. 20% bahalaşanda 100-ün 20%-i ilə 20 manat edir də, düzdürmü? Eləyir 120 manat. Sonra 120 manatdan 15% endirim etsəz, 102 manat etmiş olacaq. Biz də əvvəlcədən bunu 100% kimi götürdük ki, biri 1% ilə daha rahat olmuş olur. Yəni sonda bildi ki, həmin o 100%lik formanı 102%-ə satıb. Və bu da deyir ki, 51 manat olub. Yəni 102%-i 51 manat olubsa, bəs ümumilikdə özü tam hissə hər zaman 100% olur. 100% nə qədərdir x? Düz mütənasib olduğuna görə çarpaz şəkildə 100-ü vurmalıyıq onda 51-ə. Bölməliyik 102-yə. 51 ilə 102. 51-ə bölünər elə. Aşağıda qalar 2. 100-ü də 2-yə böləndə cavab düşər neçə? 50. Yəni formanın qiyməti neçə imiş?
50 manat. İlkin qiyməti 50 manatmış. Bizdən də soruşur, ilkin qiymətinin 40%-ni tapın. 50-nin də 40%-ni, yəni ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, yəni 40%-ə vurub, nəyə bölməliyik? 100-ə. 100%. Buradan sıfırlar islah olar. 5 4-ün cavabımız edər 20 B variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-cü sualda bizə deyir: turist gedəcəyi yolun 8-də 3 hissəsini getdikdən sonra qalan yolun 15-də 4 hissəsini də getdi. Daha 25 kilometr getdikdən sonra mənzil başına çatmağa bütün yolun 4-də 1 hissəsinin qaldığını gördü. Bütün yolun uzunluğunu tapın. Yol nə qədərdir bilmirik. X ilə ifadə edək. Xəyali bir ədəd də götürə bilərsiniz burada. 8-i 15-ə 4-ə bölünən hər hansı bir ədəd fərqi yoxdur. Kəsr formasındadır, elə yazaq. Deməli, birinci dəfə nə qədəsin gedib? 8-də 3 hissəsin. X-in 8-də 3-ü ilə 8-də 3 x eləyir. İkinci dəfə deyir, qalan yolun 15-də 4-ü. Qalan yol nə qədərdir? 8-dən 3-ün gedibsə, bunu şifayə edin. Hər dəfə kəsrini yazmağa ehtiyac yoxdur. 8-dən 3-ün çıxanda nə qalır? 5-i qalır da. Qalan yol olur 8-də 5-i qız və həmin bu 8-də 5-in 15-də 4-ün gedir. 8-də 5-in də 15-də 4-ün tapmaq üçün vuruq 15-də 4-ə. İxtisarları yaparsaq 8 ilə 4 gedər, aşağıda 2 qalar. 5 ilə 15 gedər, 3 qalar. 2 üçün gedər 6, üstədə 1 qalmışdı. 1-i də 2-sə vuranda 1x. Yəni 6-da 1 hissəsini gedib. İkinci dəfə. Daha sonra da 25 kilometr gedib. Üçüncü dəfə də belə qeyd edirik. 25 kilometr də buradan gedib. Və deyir, bütün yolun 4-də 1 hissəsi qaldığına görə. Baxın, ümumiyyətlə, hər hansı bir məsələdə tənlik qururuqsa, tənlikdə sol tərəfdə qalan hissədirsə, sağ tərəfdə də qalan hissə olmalıdır. Sol tərəfdə gedilən hissədirsə, sağ tərəfdə də gedilən hissə. Və yaxud da bir qab olsun. Qabın, belə deyək, tənliyi həll edibsinizsə, sol hissəsində dolu hissəsidirsə, sağda da dolu hissə. Sol hissəsində boş hissədirsə, sağda da boş hissə. Yəni, tənlikdə həmin o bərabərlik yazdığımız hissə var. Sağında da solunda da eyni şey olmalı. Bu yazdıqlarımız gedilən yoldur axı. Qeyd edək, gedilən. Nə qədər gedilib? 8-də 3 hissəsi 1, 6-da 1 hissəsi 1 və plus 25 kilometrdə bu. Bu gedilən hissə nəyə bərabər olmalıdır? Gedilənə. Bizə deyir ki, 4-də 1 hissəsi qaldığına görə. Deyirik ki, əgər yolun 4-də 1 hissəsi qalıbsa, ümumi onda yolun nə qədəsini gedib? 4-dən 1 hissəsini gedəndə, 4-dən, daha doğrusu 1 hissəsi çıxanda qalır 4-də 3. 3 hissəsi gedilib. Gedilib. Bura qeyd edək. 4-də 3 hissəsi gedilib. Həmin bu hissə də gedilən yoludur. Deməli, bu da bərabər olmalıdır ümumi yolun 4-də 3 hissəsinə. Yəni, gedilən gedilənə bərabər olmalıdır. Və burada həll etsək, 25 bərabərdir. 4-də 3x öz yerində, 8-də 3 sağa keçəndə çıxma olur və 6-da 1 də sağa keçəndə çıxma olur, 6-da 1-i. Onda olar 25 bərabərdir. 4, 8, 6. Bunlar üçün ortaq məxrəc 24 olar. 24-də gəlməsi üçün 4-ü 6-ya, yəni 3 altın 18x. 8-i 3-ə, 3 üçün çıx 9x. 6-nı isə 4-ə vurmalıyıq. 1 4-ündə çıx 4x olmuş olar. Buradan ardın yazaq. Onda olar 25 bərabərdir. 24-də 18-dən 9-un çıxanda 9, 9-dan da 4-ün çıxanda yerdə qalar 5. 24-də 5x. Hissəsinə görə də ədədi tapanda x bərabərdir. 25-i bölməliyik 5-ə, vurmalıyıq 24. 5, 5 ilə 24-ə vuranda 120. Ümumi yolu x ilə ifadə etmişdik və x-i də necə tapdıq? 120. Yəni, ümumi yolun uzunluğu 120 kilometr. Güman edirəm ki, aydın olmuş oldu. Keçək növbəti suala. 15-ci suala baxırıq. 15-ci sual. Şərtə baxanda böyük bir şərt və çətin bir sual kimi görsənir. Əslində, heç də elə deyil. İndi izahında da sizə tam aydın olmuş olacaq. Bir qutuya maksimum 15 kitab yerləşir. Kitabları qutulara yığdıqda 12 qutu tam dolur. Sonuncu qutuda isə müəyyən qədər kitab olur. Yəni, 15 vurulsun. Hər qutuda 12 qutu var axı. 12 qutu tam dolur. Hər qutuda da 15 kitab, 15 vurulsun 12. Üzərin gəlsin, nə qədər də bilmirik. Sonuncu qutuda da müəyyən sayda kitab var. Bura qədər yəqin ki, aydındır. Bütün kitabları
hər birini 18 kitab yerləşən qutulara yığsaq, 10 qutu tam dolar. Deməli, onda 18 vurulsun artıq 10. Çünki 10 qutu var, hərəsində 18. Və sonuncu qutu yarımçıq qalan, daha doğrusu yarımçıq qalar. Əgər 15'lik qutuların qalıqla dolan sonuncusundakı kitabların sayı ən böyük, maksimal qiymət yəni. Ən böyük olarsa 18 qutuların sonuncusunda yarımçıq qalan neçə kitab düşər? Baxın, adi qaydada 15-15 yığmırıq mı qutulara? 15-15 yığırıq. Maksimal qalıq ən çox neçə qala bilər? Bu bizə nəyi demək istəyir? Yəni, hər hansı bir ədədi, məsələn, bir A ədədin 15'ə böldükdə qalıq ən çox neçə qala bilər? Biz də deyirik ki, qalıq böləndə mütləq nə olmalıdır? Kiçik. Yəni, 15'dən kiçik. 15'dən kiçik. Amma ən çox neçə yaza bilərik? Ən çox. Onu soruşuruq biz. 14 yaza bilərik. Bu qədər sadə. Yəni, ikisinin yerinə 14 yaza bilərik. Kitabların ən çox sayı nə qədər olar? 15'i 12'ye vuranda 180, üzerinde 14 yanında 194. Ve 194 18 kitab yerləşirsə, baxın burada da həmin bu ifadədə deyir ki, ən çox qalıq neçə qalar? 14 həm 18-dən, həm də 15-in kiçik olduğuna görə elə cavab 14 olacaq. Və ya elə 194'ü böləndə 18'ə yenə 10 düşür. Yəni həmin o 10 qutu söhbəti. Və qalıq neçə qalır? 14 qalmış olur. Yəni şərt o qədər də yəni bütün suallara aid deyil, amma bir çox suallar şərtin uzun olması sualın çətin olduğunu göstərir. Keçək növbəti suala. 16-cı suala baxırıq. 16-cı sualda x və y natural ədədləri üçün 2 ayrı bərabərsizlik verib gördüyümüz kimi. Buna əsasən x plus y-in cəmini ala biləcək ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Yaza bərabərsizliyi burada deməli 12 bölünsün 5 yazıb birincisində. Daha sadələşdirək. 12-ni 5'ə böləndə düşər 2, qalıqda 2 qalar. Yəni 2 tam 5'də 2 kimi yaza bilərəmmi? Bəli. Onluq kəsir formasında da yaza bilərdik. 2 tam onda 4 kimi, eyni şey. Kiçikdir x-dan, x da kiçikdir. 38'i 4'ə böləndə düşər 9, 9 4-ün 36, 2 qalar. Yəni 9 tam 4'də 2. 4'dəkini ixtisar edib 2-də 1 də yaza bilərsiniz, heç fərqi yox. İkincisində isə 2 tam onda 7, kiçikdir y-dən, y də kiçikdir 8 tam onda 1-dən. Bizə deyir ki, x plus y-in cəmini ala biləcək ən böyük və ən kiçik qiymətlərin fərqi. Birinci cəmləri görək ən çox nə qədər olar? Ən çox x plus y yazır. Cəmlərin ən çox olması üçün x-i də ən böyük götürməliyik. Təbii ki, y-i də. X-i ən çox 2 tam 5'də 2-dən böyük, 9 tam 4'də 2-dən kiçik ən çox neçə götürə bilərik? Və deyir ki, natural ədədlər üçün. 9 tam 4'də 2-dən kiçik, yəni 9 manat neçə qəpikdən kiçik, amma tam pul ən çox neçə götürə bilərəm? Təbii ki, x ilə ən çox 9'un özü. 9 üstəgə. Y-i, yəni baxın 8 tam onda neçə? Yəni 8 manat 10 qəpikdən kiçik, amma ən böyük tam pul 8. 9 üstə 8, 17. Deməli, ən çox qiymət 17. Ən az üçün baxaq, ən az. X plus y. Ən az olması üçün də bu dəfə əksinə. X də ən az olmalıdır, y də ən az. 2 tam 5'də 2-dən böyük. Amma ən kiçik tam ədədi neçədir? Yəni 2 manat neçə qəpikdən böyük. Ən kiçik tam pul 3'dür. İndi y üçün baxıraq, yenə də həmin şey. 2 tam onda 7'dən böyük, yəni 2 manat 70 qəpikdən böyük. Bunu bu formada deyirəm ki, kimlər çətinlik çəkirsə bu onluq kəsirdə onlara daha aydın olsun. Təbii ki, yenə də neçədir? 3'dür. 3 üstə 3 bu deyilir 6. Ən böyük qiyməti və ən kiçik qiyməti olduğu cəmlərin. Və həmin o cəmlərin deyir fərqini tap. 17'dən də çıxanda 6'sı yerdə qalır 11. Yəni cavabımız olur B variantı. Keçək növbəti suala. 17-ci suala baxırıq. 17-ci sualda ölçüləri 24, 36 və 60 sm olan düzbucaqlı parapet, yəni kuboid şəkilli qutun içərisində heç bir boşluq qalmayacaq şəkildə eyni ölçülü ən böyük kublar yerləşdirilmişdir. Qutunun daxilinə cəmi neçə belə kub yerləşdiyini tapın. Məsələn, bu bizim kuboidimiz olsun. Tərəfləri neçədir deməli? 24, 36, 60. Bura 24 yazaq, bura 36 olsun, burada 60 olsun. Bizə deyir ki, heç bir boşluq qalmayacaq şəkildə eyni ölçülü ən böyük kublar. Ən böyük kublar deyəndə, məsələn, biz o kubun da bilirik ki, bütün tərəfləri bir-birinə bərabərdir. Biz kubun tərəflərini bir-bir də götürə bilərik də, 1.
Digər onda 24 vur 36 vur 60 böl 1-ə. Sonra 2 də götürə bilər. 24 də 2-yə bölünür, 36 da 2-yə bölünür, 60 da 2-yə bölünür. Məsələn 4 də götürə bilərik, hər biri 4-ə də bölünür. Amma deyir ki, bizə eyni ölçülü ən böyük kublar. Ən böyük olması üçün, kubların ən böyük olması. Deməli 24-ün də, 36-nın da, 60-ın da hər birinin bölündüyü ən böyük ədədi tapmalıyıq. Hər birinin bölündüyü ən böyük ədəd neçədir? Yəni bir-bir yazmıram, sadə vurğulara da ayıra bilərsiniz. 12. Yəni 24 də, 36 da, 60 da hər birinin bölündüyü ən böyük ədəd 12. 24 vur 36 vur 60. Sonra bölünsün 12 vurulsun 12-yə vurulsun 12-yə. Bu formada da yaza bilərsiniz. Və yaxud da 24-ü 12-yə böləndə 2, 36-nı 12-yə böləndə 3, 60-ı 12-yə böləndə burada qeyd edək 5. 2 3-ün 6, 6 5-in 30 ədəd. Yəni cavabımız olur D variantı. Belə də yaza bilərdiniz. Və yaxud da böyük həcm, belə deyək, böyük həcm V ilə işarə olunur, bölünsün kiçik həcm V. 24 vur 36 vur 60 həcmi bölünsün kiçiyin həcminə 12 vur 12 vur 12. Kub olduğuna görə bütün tərəfləri bərabər. Yenə də həmin şey deyilmi? İxtisar aparanda 2 qalır, 3 qalır, 12 yazaq, 5 qalır. Yenə 2 3-ün 6, 6 5-in 30 cavabını almış olaraq. Keçək növbəti suala. 18-ci suala baxırıq. 18-ci sualda 2 rəqəmli ədədin rəqəmlərinin yeri dəyişdikdə ədəd 45% artır. Bu şərti ödəyən ən kiçik 2 rəqəmli ədəd ilə ən böyük 2 rəqəmli ədədin cəmini tapın. 2 rəqəmli ədədi bilmirik neçədir? A, B olsun. Ədədin açılışında biz bilirik. A onluqda durduğuna görə 10 vur A, B təşlikdə üzərinə gəl 5 əşlindən. Və A, B hər biri rəqəm olduğuna görə kiçik bərabər olmadı 9-dan. Çünki ən böyük rəqəm 9-dur və 10 ədəd rəqəmimiz var. Davam edək. Deməli, rəqəmlərin yerini dəyişdikdə deyir 45 vahid artır. Yerini dəyişdikdə artır. AB yox, BA olur. Və 45 vahid deyir artır. Yəni 45 vahid artırsa, onda əvvəlki ədəddən, yəni AB 45 vahid artıbsa, üzərinə 45 gəlsə, sonraki ədədə nə olar? Bərabər olur. Bəlkə sonraki ədəddən əvvəlki ədəd çıxsın, bir-birinə bərabər olur. BA-nın da açılışını yazsaq. B onluqda durub, yəni 10 vur, B üzərinə gəl. A təşlikdə A bərabərdir. Açılışını onsuz bunu yazmışdıq. 10, A üzərinə gəl, B üzərinə gəl 45. AB-ləri, yəni dəyişənləri bir tərəfə keçirdir. 10B-dən B-ni çıxanda, B sola keçən çıxma olur. 9B olur. A-dan 10A-nı çıxanda, baxın burada yazıram. A çıx 10A, artıq böyükdən kiçik çıxılır. Yerdə nə qalır? Çıxılsın 9A qalır. Toplanılsın yox. Çıx 9A şəklində yazırıq. Bu da bərabərdir 45 olduğu kimi yerində. 9B, 9A və 45. Hər biri 9-a bölünürmü? Bəli. Bölürük 9-a. Onda olur B çıx A. 9B-ni 9-a bölündə B qaldı. 9A-nı 9-a bölündə A qaldı. 45-i 9-a bölündə 5. Yəni bunların fərqləri, rəqəmlər fərqləri 5-dir. Və şərtin əvvəlində qeyd etdiyimiz kimi A, B 9-dan kiçik bərabər rəqəmlər ola bilər. Və burada A 0 ola bilməz, B də 0 ola bilməz. Nə üçün? 0 ilə başlayan 2 rəqəmli ədəd yoxdur. 0 ilə başlayan 2 rəqəmli ədəd yoxdur. Və fərqləri də 5 olmalıdır. Ədədimiz AB ədədi idi axı. İlkin ədədi nə idi? AB ədədi. BA ədədi yox ha. İlkin ədədi biz nə ilə qeyd etmişdik? Baxın bu yoldaşlar, AB ədədi ilə qeyd etmişdik. BA ədədi ilə yox. Çünki ilkin ədədin yerini dəyişəndə artırdı 45 var. B A-dan böyükdür. Əvvəlki ədəd AB idi. İndi rəqəmlər fərqi və 9-a kimi rəqəmlər fərqi 5 edən hansı ola bilər? Rəqəmlər fərqi deməli 5 0 yaza bilmərik, 0 ola bilməz. 6 1. A-nın yerinə nə yazırsınız? Baxın, A-nı izləyin. Bax, buradan bura olan hissə. Bu A-nın hissəsidir, bu B-nin hissəsidir. Niyə izləyək deyirik? Çünki ədədimiz AB-dir. Birinci A-nı yazmalısınız. A neçə ola bildi? 1, B6. Yəni ədəd ola bildi 16. Sonra nə ola bilər? 7-dən 2 çıxanda ola bilərmi? Bəli, yazaq bura. 7, 2. 7, 2. 7-dən 2-sini çıxanda 5. A-nı yazırsınız birinci. A neçədir? 2. B neçədir? 7. Daha doğrusu bir dəfəni verici olmur. 27. Yəni ədəd 27 olar.
Yerin dəyişəndə 72 olur. Həqiqətən də 72 27-dən 45 vahid çoxdur. Sonra 8 çıxılsın 3 5 edər. Yəni A birincidir 3, B 8. Yəni ədəd ola bilər 38 və bir də sonuncu 9 çıxılsın 4. A4, B9, yəni ədəd ola bilər 49. Bizlərə deyir ki, ən böyüklə ən kiçiyin cəmi. 9-dan sonrasını götürə bilmirik, çünki artıq bu 2 rəqəmli ədədin özünə keçir. Amma 2 rəqəmli ədədin rəqəmləri 1 rəqəmli olmalıdır, adı üstündə rəqəm. Yəni ən böyük oldu 49, ən kiçik isə 16. Həmin bunların ən böyüklə ən kiçiyinin cəmini soruşurdu. 49 üzərinə gəlir 16, cavab edər 65. A variantı. Güman edirəm aydın olmuş oldu. 19-cu suala baxırıq. 19-cu sualda sinifdə 40 şagird oxuyur. Şəkildəki Venn diaqramında riyaziyyat və məntiq dərnəklərinə qatılan şagirdlərin sayı göstərilmişdir. Şəkildə nə görürük? Yalnız riyaziyyata gələn bu hissə ancaq riyaziyyata aiddir. Bu hissə ancaq məntiqə aiddir. Amma məsələn məntiqə gedənlərin sayı deyəndə bilirik ki, bunların hamısını nəzərdə tutur. Riyaziyyata gedənlərin sayı deyəndə bilirik ki, bunların hamısını nəzərdə tutur. Ümumi 40 nəfərdir. 4 nəfər heç bir dərnəyə getmir. Yəni burada da onsuz qeyd olunub. 40 nəfərin 4 nəfəri heç bir dərnəyə getmirsə, 40-dan çıxanda 4-ün deməli 36 nəfər sadəcə dərnəyə gedir. 15 nəfər riyaziyyata gedənlər. 12 nəfər məntiqə gedənlər. Yəni yalnız riyaziyyata gedən, yalnız məntiqə gedən bu eləyir 27 nəfər. Amma biz demişik ki, ümumi 36 nəfər gedir axı. Necə olur ki, 27 tapdıq burada? Çünki həmin bu 36-nın içində təkrar həm riyaziyyat, həm də məntiq ikisinə də gedənlər var. Bizə də deyir ki, eyni anında gedənlərin sayı. 1 onda 36 çıx 27, yerdə qalır neçə? 9. Yəni 9 nəfər hər iki dərnəyə gedir. Cavabımız olur D variantı. Keçək növbəti suala. Və nəhayət 20-ci və sonuncu sualın izahına baxırıq. 20-ci sual sadəliklə sanki bir bonus kimi, hədiyyə kimi bizə bəxş edilib. 3 ardıcıl cüt ədədin cəminin yarısı 75. Yarı deyəndə yəni 2-yə bölüb 75. Onda cəmləri nə qədərdir? Cəm 75-i 2-yə vurarıq, 150. Onda qeyd edək, birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Ardıcıl cüt ədədlərdə, tək ədədlərdə 2-2 artır. Birincisi x olsa, ikincisi x plus 2, üçüncüsü 2 üstə 2, 4. Əvvəlki izahlarda qeyd etmişdik. Bilməyənlər üçün bir daha təkrarlayaq. Ümumiyyətlə, eyni vahid artan və yaxud da eyni vahid azalan tək sayda ədədlər, yəni 3 ədəd, bu sualdakı kimi, 5 ədəd, 7 ədəd, 9 ədəd. Bu formada suallar varsa, bir dəfəni həll etmək istəyirsinizsə, həmin elə bu 150-ni bölün 3-ə, düşər neçə? 50. Ortadakı ədəd. 3 ədəddə ortadakı ədəd ikincidir. Yəni ortadakı ədəd 50-dir. Digəri bundan 2 yaz 48, digəri bundan 2 çox 52. Bu formada da tez bazar tapa bilərsiniz. Və yaxud da tənliyi də həll etsək, heç bir fərqi yoxdur. Nə görürük? 3 dənə x, 3x, 2 üstə 4, 6 bərabərdir. Yarısı 75 isə 2-yə vurduq dedik 150. 150-dən 6-sını çıxanda 3x bərabər 144-ə. 144-ü 3-ə böləndə x bərabər olur 48-ə. Aparı yerinə qoy. X 48 oldu mu? Bəli. 48 üstə 2 50 oldu mu? Bəli. 48 üstə 4 52 oldu mu? Bəli. Yəqin fikrim aydın oldu. Bizdən nə deyir? Deyir ki, ən böyüyünün rəqəmləri hasili ən böyüyü 52-dir. Rəqəmləri hasili də 5-i 2-yə vuranda cavabımız etdi. O, Y variantı. İzahların güman edirəm ki, sizlər üçün faydası olmuş oldu. Hər birinizə uğurlar arzulayıram. Sizlərə faydası varsa, videonu bəyənib, kanala abunə olmağı, paylaşıb, siz də mənə dəstək ola bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahlarda görüşənədək, hələ ki, hələlik.